Təsəvvür eləyin, ölkədə bir dənə benzin maşını yoxdur. Hamısı tokdur. Ən azı hibrid. Təsəvvür eləyin də nə qədər bizim hava necə təmizlənər. Ömrümüz uzanar. Bizdə də şayət yayla sözdə uydurma. Həqiqəti deyəndə 10 nəfərə sapır, yalan deyəndə minlərlə insan həmin sözü təkrar edir. Materiklərin şuası var, nəyi var? Materika şuası var deyəndə indi bütün cihazlarda şua vardır. Əlindəki mobil telefondan gətirir. Onun şuası daha çoxdur. Nəinki tok maşın. Tok maşın yenə bilirsən ki, izolasiya olunur. Şimdi qışda baterikasına su gedənlər oldu. Deməli, həmin avtomobillərin etibarsızlığını göstərir. Yəni, bir maşının ki, baterikasına su daxil olursa, deməli, avtomobil yaxşı deyil də, izolasiya olunur. Ondan da əlavə şua buraxırsa, onu əgər istifadəyə verilirsə, deməli, onu alanda duyur. Rəsmi salonlarda